Yaylaqlara köç mövsümünün başlanması ilə dağlıq və dağətəyi bölgələrdə hərəkətlilik artıb. İsmayıllıda artıq çobanlar və təsərrüfat sahibləri mal-qaranı yüksək dağ otlaqlarına aparmağa başlayıblar. Hava şəraitinin burada nisbətən əlverişli keçməsi köç prosesini sürətləndirib. Çətinliyiniz nədir ki? Yoldan keçəmirik maşınlara görə. Say çoxdur, hə? Hə, maşın çoxdur deyəndə keçitmək olmur heyvanı. Məsələn, yolda neçə gün olursun? 3-4 gün oluruq yolda. Yəni minimum 5 gün belə. Yəni çətinlik Çox çəkirsiniz. çətinlik çəkirik. Və necə aparmaq istəyirdiniz heyvanları? Maşından heyvanları aparardıq maşınlardan. O da ki alınmır. Maşınlara yükləyib aparmaq olmur. Deyəndə Niyə vəsait tələb hə, edirlər? vəsait tələb edir. Həm də o çaylardan maşınlarla qaldırmaq olmur, eləmək olmur. Hə. Ona görə. Hər gün elə yağışa düşürük də bizlər. Apara bilmirsiniz, qarış-qarış Çaylardan da gedirsiniz. keçirdəmirik. Yox, sel gəlir, keçəmirik. Şəkidə mənzərə tamamilə fərqlidir. Burada köç prosesi bir qədər gecikir. Səbəbi isə havanın qeyri-sabit keçməsi, yağıntıların normadan artıq olması və dağ yollarında yaranan çətinliklərdir. Çobanlar və təsərrüfat sahibləri təhlükəsizliyi nəzərə alaraq hələ ki gözləyirlər. Keçən il normal oldu, pis deyildi, yaxşı idi. Elaqda yağış da yağdı, quraqlıq da oldu. Normal heyvan düşdü elaqdan, pis olmadı. Da bir il hava sərindir hal-hazırda. Ayın 5-inə, 10-a, 15-inə elə yola düşəcəyik. Daşlı bərədə olmuşuq. Yaylaqda olan heyvan gümrah olur, qışa dözümlü olur. İndi hal-hazırda bax biraz gecikmisiniz. Məqsəd nədir ona? Yağınlıqdır əlləki. Yolda yağış tuta bilər. Yolda yağış tuta bilər, orada dolu yağa bilər. Ona görə gözləyirik. İndi hava sabit olan kimi yola düşəcəyik. Təsərrüfat sahibləri deyirlər ki, köç əsasən may ayının axırı iyunun əvvəli olur. Qayıdış prosesi isə sentyabrın axırı, oktyabrın əvvəlinə planlaşdırılır. Firuzə Məlikzadə, Rafiq Həsənov, Rəhman Həkimzadə, Ayaz Süleyman Soy xəbər ertəsi.